Ağdağ Natural Gips sulağının baş sponsorluğu, Bağdan məhsullarının rəsmi sponsorluğu və Bergamot ətirli beta çaylarının sponsorluğu ilə Məryəm serialı başladı. Ne oldu ya bu? Həkim, necə oldu? Məryəm xanım, Cevap ver de ne oldu? təəssüf edirəm. Yox. Deməli sen benim oğlumu xilas edebilmedin ha? Xilas edebilmedin. Xilas eləyə bildik, amma Ama ne? Zahir bəyin sol ayağı tutulub. Nece yani tutulup? Güllə onurğa sütununun yanından keçib, bəzi sinirlərini zədələyib. Onu görmək istəyirəm. Yox, indi olmaz. İndi reanimasiyada da imkan olanda görə bilərsiniz. Diyorum. Sağ bayıldı. Bilir ki onun ayağı... Yox, o heç nə bilmir. Mənə bağışlayın, mən xəstənin yanına qayıtmalıyım. Şükür ki o sağdı. Ah o niyetini gülle kafağa battı. Niye? 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 Selin düz deyir. Əsas o da Zahir sağdır.
Birazdan ayılacak, görecek ki ayağım... Niye? Niye böyle oldu? Niye? Biraz benim bir əsəbləşməyin bizdə də bir şey olacaq. İlkin. İlkin! Sen git firmaya oradan pullar getir. Ben Seyf'te ne kadar pul var hamısını getir. Hastanenin puluna döner. Geri. Ha, hallediyor yok məsələn də. Problem yoxdur. Mən səni sonra yığarım. Başa düşmədim. Atamın seyfini hara qoymusan? O seyf bu şirkətindir və içində də şirkətin pulları var. O pul mənim atamın puludur, pulu ver. Mən sənə bir qəpik də verən deyiləm, başa düşdün? Nə qudurmusan, sən, nə qudurmusan? Mənim qardaşım orada ayaqları tutulub, Nə beynimi xarab eləyirsən mənim? Pulu ver. Nə olub Zahrı? Gülləliyiblər. Pulu ver, indi. Ha, nədir? O boyda Vidadi bəy heç kimdən pul tapa bilmədi. Səni göndərim mənim üstümə. Ay kişi, yenə deyirəm, səndən borc istəmirəm, öz pulumuzu istəyirəm, pulu ver. O seyf bu şirkətindir. İçində də şirkətin pulları var və bu şirkət də mənə məxsusdur. Elə bir dəfə bunu sən demişdin hə? Demişdin? A, sən necə adamsan? Bilmirsən ki, bir gün bu elədiklərin qabağına çıxacaq? Bəs sən atan bilmirdi ki, bir gün mən elədikləri qabağına çıxacaq? Ha? Bütün həyatımı alt üst elədi. Verdiyi pulun 3 qatını istəyirdi məndən. Aldı bir qəpik də olsun. Nə fərqi var? Almadı. Qoy bu da məndən ona bir dərs olsun. Nə tökərsən aşına, o da çıxar qaşığına. Çıx bayra. Çıx! Ne oldu Bibi? Nə oldu Məryəm? Zahr'ın hayatını xilas elədilər. Ah, şükürlər olsun. Ama ayakları tutulub. Vay vay, Allah ona kömək olsun bala. Yazıq uşaq nə yaşı var ki, cavan oğlan. Yazıq canlı. Ana, Nədir? Ne dedin sen? Deyirəm ki, ona bu da azdır. Şükür eləsin ki, hələ meydin üstündə ağlamırlar. Ne kadar olar Sən kimsən mənə əl qaldırsana, kimsən sən? Yığmısan məni boğaza. Rədd ol mənim evimə. O sən, o da sənin zavrun. Ne evim salmısan? Evin var senin. Görərsən bundan sonra sənin başına oynayacaq. Ayıbdır. Hər şeyi görəcəksən. Ne yiyeceksin bana ha? Görərsən. Komşular eşidir valide ayıbdır. Bəsdir düşmənsiz birbirinize. Bundan sonra mənim düşmənimdir. Mənə əl qaldırmağına bir bax. Əlin qurusun sənin. Sen hele ona layıksan bildin? Görərsən. Apar onu. Apar. Gel bura valide ayıbdır komşulardan. Anı sesinizi eşidir. Deməli, anamı dəlixanaya sən salmısan, hə? Siz yenə mənim işlərimə qarışırsınız. Yazıq arvad. Telefonda elə ağlayırdı. Deyir, gəlsin məni buradan çıxartsın. Hə, deyir, atonun da axırına sən çıxmısan, düzdür? A, sən nə tər adamsan? Sizə nə? Hə? Sizə nə? Kim sizə icazə verib zəng eləyəsiz sonra?
O dəlixanada sənin anan yox, sən özün olmalısan. Çünki başın xarabdır, dəlisən. Hı. Bir adam ki öz doğma anasını dəlixanaya qoyur ya. O adamdan hər şey gözləmək olar. Hay, sağ ol Nəsibə xanım. Deməli, siz məndən hər şey gözləməlisiniz. Düzdür? Düzdür. Ona görə də ehtiyatlı olun. Eşidirsiniz? Mənə işiniz olmasın. Yoxsa sizi də göndərəcəm anamın yanına. O sən ölüsən. Buna bax, mən indi bunu hər yerə, el aləmə car çəkim, sən də bax günə. Hələ bura harasıdır? Durub gedəcəyəm onun yanına. Lazım olsa Azəri də aparacam ora. Hava! Hə, qoy öz gözlərlə görsün ki, sən necə əhvi ilansan. Nəsibə xala, bax burada biraz ehtiyatlı olun. Eşidirsiniz? Elə eləməyin ha! Və dəyməyim mənə? Dəyməyim sizə. Azər, deyəcəm o yanına keçəcəyəm. Buna bax. Siz yenə yola gedə bilmirsiniz? Ha? Deməli o adam sənə pul vermədi, hə? Nə olur? Onunla sonra danışacağım. Sakitləş də. Sakitləşə bilmirəm, başa düşürsən? Sakitləşə bilmirəm. Zaurun ayaqları işləməyəcək. Sən başa düşürsən, bu nə deməkdir? Başa düşürəm. Amma ən azından sağdır. Zaur ölüb. Başa düşürsən, o oyanandan sonra hansı hissləri keçirəcək? Hamısı da mənə görə oldu, mənə görə. Özü belə cavan yaşında. Bəsdir də qutar. Biz Zaura dəstək olmalıyıq. Həkim nə dedi? Dedi, ciddi məsələ deyil də, sağ qalıbdı. Ayağa da qalxacaq. Mən bu hadisəni eləyəni tutub mütləq cəzalandıracağım. Mütləq! Sən yenə başladın, qutar da. Gələ kimsə öldürsünlər, ondan sonra rahatlaşasan. Yox, mən bu hadisəni belə qoyan deyiləm. Zarı bu vəziyyətə salanın mən dərisini diridir soyacağım. Bəsdir də, qurban olum, qutar bu söhbətləri. Üstüvə silahlı adam göndərib və Zarın orada can verir. Qutar da. Elə bilsən elə həmişə Zahar kimsə olacaq, özün versin güllənin qabağına. Ay ata, sən mənə nə dedin? Dedin ki, Zahar bir dənə sağ çıxsın, qurban olum. Biz bir ailə olacaq, nə bilim nə olacaq. Nə oldu? Hara getdi o sözlər? İlkin, Hə? Zaura ki deyəndə ki, sənin ayaqların işləməyəcək. Sən onun gözlərinin içərinə baxarsan. Sonra bunları mənə deyərsən. Mən axı bunu necə unudum, hə? Necə? Necə? Sizin axır vaxtlar elədikləriniz mənim bax buramdadır. Biri yalan danışır ki, hamiləyəm, bu birisi məndən bildiklərini illərlə gizlədir. Danışma! Sakit! Mən sizin heç bir sözünüzə inanmıram. Bütün gündə qırışırsınız. Azər, sən axı bilmirsən bu qız nə oyundan çıxır? Doğma anasını... Bilmirəm, bilmək də istəmirəm. Bəsdirin! Siz indi ağlınıza gələn eləyəcəksiniz, ortadan mən qalıram. Azər, sən axı bilirsən mən sənə niyə yalan Nə danışmışam? fərqi var Nuray? Nə fərqi var? Siz onsuz da hər yalanlarınızda nəsə bir bəhanə tapırsınız. Bu məni qorumaq istəyir. Sən güya... Bəsdirin. Əl çəkin məndən. Qurtardıq. Mən qərarımı vermişəm. Nuray, gedirəm Zaksa, ərzəni geri götürürəm. Mən evlənmək istəmirəm. Başa düşdün? Azər. Sakit. Mənim qərarım qətidir. Sən də mənə dayı bundan sonra təzə evlənmək falan danışma, yaxşı? Qurtardıq. Sənin üçün elə darıxmışam ki, İlqar. Yoxluğunda hər şey o qədər dəyişdi. Tək qaldım mən. Nə məsləhət verənim var, nə... Yapışmışam paramparça həyatda. Gücüm qalmayıb İlqar. Mübarizə aparmağa gücüm qalmayıb artıq. Hamıya kömək eləyərdim.
Biz de sana kömək eləyə bilmədik. Mən sənə kömək eləyə bilmədim. Gəl gedək bibi. Ad günün mübarək ata. Ne haber var Tural? Her şey sizin istediğiniz gibi gelir. Ama bir problem var. Ne olur? Heyecanlanmayın. Zarın ayaklar tutulur. Acılaf gör oğlumu ne güne saldı. Hardan bilirsiniz ki bunu o eləyib? Təxmin edirəm. Əvvəlcə məni öldürmək istədi. Sonra vidadını heç biri alınmadı, ona görə qəzəbindən partlayır. Bəs yaxşı. Niyə ona demədiniz həmin onu? Nə, Vidadıya? Vidadı mənə inanan deyil. O hər şeydə məni günahkar bilir. Qəzəbindən sadə onun da ağlı çaşır. Bax, mən ona görə deyirəm də. Deyirəm ki, hər şeyi vaxtında eləmək lazımdır. Yoxsa bir də gördünüz, Vidadi üstünüzə bir dənə adam göndərdi ki, gəl görəsən. Həll eləyəcəm. Mən bilirəm kimlə danışmaq lazımdır. Selin, sən məni başa sal görüm. Bu nə məsələdir? Ruslan mənə gecənin bir vaxtı zəng eləyir. Deyir ki, mənimlə təcili görüşmək istəyir. Mənə nəsə vacib bir söz demək istəyir. Amma özü görüşə gəlmir. İndi də zəng edirəm, cavab vermir. Sən bilmirsən, bu nə deməkdir Selin? Bilmirəm. Axı o sənin adamındır. O mənə nə demək istəyərdi? Mən nə bilə bilərəm ki, o nə fikirləşir? Mənə elə gəlir ki, bu mənə qarşı qurulmuş bir tələdir. Həmən adam da məni orada gözləyirdi. O zəng eləyən Ruslanı özündən soruşun. Demək istəyirsən ki, sənin bundan xəbərin yoxdur. Dedim ki, xəbərim yoxdur. O adamı mənim üstümə kim göndərmişdi? Qışqırmayın mənim üstümə. Dedim ki, xəbərim yoxdur. Selin, mən bu məsələni araşdıracağım. Orada mənim oğlumun söhbəti var. Özdə həmən işi görən adamı da mütləq tapacağım. Mən də Zaurun tərəfindəyəm. Amma bu sizə ixtiyar vermir ki, mənimlə bu tonda danışasınız. Yadınızdan çıxartmayın ki, sizin qarşınızda kim dayanıb və nəyə qadirdir. Yaxşı? Yaxşı. Yaxşı deyil ki, gəlirəm xəstəxanaya. Hə, yaxşı oldu. Allah xoşbəxt eləsin. Rüfət. Yox, heç nə demə. Könül, məncə hər şey deyilib artıq. Mənim başqa çıxış yolum yox idi. İndi bunları mənə niyə deyirsən ki? Əgər səhv elədiyini fikirləşirsənsə, niyə bunu eləyirdin, hə? Özü yıxılan ağlamaz. Siz oğlanlara nə var ki? Biz qızlar bir səhv eləyən kimi üstümüzdə ləkə kimi qalır. Sən
onun bunun dediyinə oturub duracaqdınsa, indi narazı olmağa heç bir haqqın yoxdur. Ürəyinin səsinə qulaq asmaqdansa, gedib onun bunun sözünə qulaq asdın. Sən məni başa düşmürsən. Heç buna ehtiyac da yoxdur. Sən artıq başqasının qismətisən. Neysə. Olan olub artıq. Keçən də keçib. İndi burada boş-boş danışmağımızın heç bir mənası yoxdur dayı. Neysə, mən gedim. Get. Hə, bir də onu deyim ki, Zaru xəstəxanadadır, İstanbulda. Dedim birdən bilməzsən. Sağ ol. Mən niyə kobud danışdım qızla? Necəsən Məryəm? Sən indi bütün günü o adamın dərdini çəkəcəksən. Çəkməyim ana. Görmürsən nə vəziyyətdədir. Sən başa düşmürsən ki, o adama görə evimizdə söz-söhbət yaranıb. Validəni vurmağın çox pis hərəkət idi. Ana, o qadın buna layiqdir. Məryəm, mən səni belə görmək istəmirəm qızım. İstəmirəm ki, kimlərə görəsə evimizdə problemlər yaransın. Mən elə bilirdim sən məni başa düşəcəksən. Elə mən səni başa düşürəm. Səni fikirləşib belə deyirəm qızım. Sən də məni başa düş. Onsuz da könülə görə çox narahatam. Üstəlik sənin dərdini çəkmək mənə çox çətindir. Mən Zauru sevirəm ana. Məryəm, elə eləmə ki, mən səninlə başqa cür danışım. Ana, dedim o insandan uzaq dur, vəssalam. Sən niyə məni başa düşmək istəmirsən, hə? Mən səni başa düşürəm qızım. Elə səni fikirləşib belə deyirəm. Mən Zauru tək buraxan deyiləm. Onun yanında olacağam. Olmayacaqsan Məryəm. Özün seç. Ya ailən, ya da Zaur. O vaxtda məni seçim qarşısında qoydunuz. Axırı nə oldu? Mən sözümü dedim Məryəm. Artıq yorulmuşam. Azər, Nuray, mən sənə öz sözümü dedim, xahiş edirəm. Bir də bu barədə danışmayaq. Azər, Nuray, məni əsəbləşdirmə, çıx bayıra. Azər, güya sən hisslərinə qapanıb səhv hərəkət eləməmsən, hə? Eləməmsən?
Elə axırıncı hərəkətimi deyim sənə. Nuray! Azər, narahat olma, bu bizim ikimizin arasında qalacaq. Mənim demək istədiyim başqa şeydir. Sən istərvə qapanıb hərəkətlər eləyirsən. Bax, mən də beləyəm. Sevdiyim insanın yanında olmaq üçün hər şey eləyərəm. Yalan da danışarım. Hə? Mən uşaq məsələsini sənə yalan danışdım. Amma neyniyim? Məcbur idim. Mən sənə necə deyim ki, bu heç vaxt mümkün. Bax, gəlib bunu mənə belə də deməliydin, Nuray. Bax, belə də deməliydin. Deyə bilmədim, Azər. Sən sevdiyim üçün deyə bilmədim. Məryəmin uşaq olmayandan sonra o bu evdə nələr yaşadı. Mən istəmədim ki, biz bunlardan keçək. Məryəm heç vaxt belə şeydən mənə yalan danışmıyor, Nuray. Mən sənə necə gəlib deyəydim, hə? Mən uşaqsız qəbul eləyəcəkdim. Eləyəcəkdin, hə, Azər? Yox. Gəlib mən sənə hər şeyin üzünü deməliydim. Ya da ki, Azər, bağışla mən. Mən əşyalarımı yıxıb çıxıb gedərəm burada. Səni başa düşürəm, mən istədim ki, bizim xoşbəxt ailəmiz olsun. Mən istədim ki, səni uşaqsız xoşbəxt eləyim. Amma görünür, bacarmadım. Mən gedərəm burada. Nə var? Nə baxırsan? Ailə eləmək əsəbini səndən çıxır. Yenə gəlmisən onun bunun işlərinə burnunu soxasan? Fikirləşirəm ki, sənin kimi adamlar bu dünyada yaşamasalar yaxşıdır. Sən qərar verirsən də kim yaşamalıdır, kim ölməlidir. Allah'ın olsun özümü güclə saxlamışam. Yox səni. Ay ki! Danışma. Bilirsən nə var? Hə? Bundan sonra sənin nə mənim, nə də könlün yanında görmürəm. Başa düşdün? Sən də bundan sonra könlündən normal davranacaqsan. Eşidən biləm onun xətrinə Sən dəymişsən. kimsən kim? Dəli olmusunuz, dayanın. Lütfü. Siz belə gəlmisiniz baş çəkməyə Zaura? Çık get buradan. Hələ ki Zaura oyanmayıb, ikiniz də getsəz yaxşı olar. Nə oldu? Haçan çıxıb gedir? Qoy əşyalarını yığışdırıb cəhənnəm olsun burada. Mən Nurayla ayrılmayacağım. Necə ayrılmayacağam? Yenə nə oldu 5 dəqiqəyə fikrin dəyişdi? O ifritə sənə nə dedi ki, olsunladı səni? Uzatma da, dedim biləsən. Özdə bundan sonra evdə davadalaş falan istəmirəm. İkimizin də səsi çıxmasın, eşitdin? Sənin də, onun da. Mən o qızla bir dam altında yaşamayacağam. Sən ümumiyyətlə heç kimlə bir dam altında yaşaya bilmirsən. Məryəmlə də yaşaya bilmirdim, boşandım. İndi Nuray,
Mən hər ay evlənib boşanan deyiləm ha. Özə nə oldu, özünü tərəfləyirdin ki? Başıma daş düşəydi. Dilim quruyaydı onu təriflədiyim yerdə. Ha, bu Məryəmdən də artıqdır ki. Azər, qurban olaram. Ayağının altında ölüm. Bax, istəyirsən Məryəmi qaytarıb gətir bu evə. Onu da razıyam. Tək bu qızı rədd eləyəsən buradan. Nuray öz səhvini başa düşür. Bir də daha elə şey təkrarlanmayacaq. Nəsibə xala. Mən istəmirəm aramızda soyuqluq olsun. Sən qələt elə. Görmürsən? Bu rola girib, sən özünü kimə göstərirsən, hə? Kimə göstərirsən özünü? Hə vaxtda belə fağır sifət olmusan. Bəs də. İndi neyim, Nuray'ı da götürüm çıxım bu evdən. Azər, sən bu ifritəyə görə məni atıb gedərsən? Yenə də həmin söhbətlər. Nəysə, mən dedim ki, biləsən. Vəssalam. Sözümü bitirdim. Bundan sonra davadalaş istəməm. Sən şübhə zannəsə bunun təpəsinə də. Mehriban. Salam ay bacı. Necəsən? Sağ ol. Nə əcəb bizim tərəflərə gəlmişsən? Buralarda işim var idi. Rayona qayıtmadın, hə? Yox, hələ Bakıda bir neçə işim var. Deyirəm, vaxtın varsa, gəl bir yerdə oturub biraz söhbət eləyək. Bağışla Nəsibə, tələsirəm. Başa düşürəm. Başa düşürəm, Mehriban, incimisən məndən. Haqqını da eləmişsən. Axırıncı dəfə görüşümüz heç yaxşı alınmadı. Əşi mənəm də, hərdən heç özüm də bilmirəm ki, nə danışıram. Amma mən sənin xətrimi həmişə çox istəmişəm. Elə bir tərəfdən baxanda Məryəm də pis qız deyil. Tərbiyəli qızdır, adamın Allahı var. Bir dəfə cavab qaytarmadı. Həyatdır da. Nə eləmək olar, indi belə alındı. Həm də axı Məryəm özü boşanmaq istəyirdi Azərdən. Bilsəydim heç qoymazdım Azərə bunu eləsin. Deyəsən, indiki gəlindən də narazısan. Yox, niyə ki razıyam? Pis qız deyil. Razı olsaydın, Məryəmi bu qədər tərifləməzdin. Məni bağışla, tələsirəm. Necəsən Məryəm? Eşitdim Zaur xəstəxanadadır, dedim, gəlim ona baş çəkim. Necədir o? Yaxşıdır. Elə bilirdim, səni burada görəcəm. Bir yerdəsiz də, hə? Nuray, yorğunam. Sonra danışarıq. Məryəm, mən səni neynəmişəm? Hə? Sənə nə pisliyim keçib? Əksinə kömək elədim, indi Zaurla bir yerdəsiz. Sən indi öz elədiklər və belə haqq qazandırırsan. Bir gün bu 200'lü evin cəzasını çəkəcəksən. Məryəm xanım, bilirsiniz, Azəri bu həyatda məndən çox heç kim sevə bilməzdi. Heç sənin xəbərin olmadan o gəlib məndən dərdlərini bölüşürdü, problemlərindən danışırdı.
İndi də biz bir yerdəyik. Ailə qurmuşuq. Xoşbəxtik. Sənsə ona heç nə verə bilmədin. Nəysə. Gedim bir dənə Zaura baş çəkim. Yanına heç kim buraxmırlar. Aa, olsun. Başqa vaxt gələrəm. Məndən salam deyərsən. İşimizi bitirdiniz. Bu dəfə elə eləyin ki, heç bir səhv olmasın. Hər şey dəqiq olsun. Daha keçən dəfəki kimi deyil. Demişəm, get Vidadini vur, gedib Zauru vurub. Yaxşı, yaxşı. Mən özüm əlaqə saxlayacağam. Zaura sizin adamlar vurub? Ağdağ Natural Gips sulağının baş sponsorluğu, Bağdan məhsullarının rəsmi sponsorluğu və Bergamot ətirli beta çaylarının sponsorluğu ilə Məryəm serialı bitdi.